olan Azərbaycan fraksiyası hansı tələbləri irəli sürürdü? Nə istəyirdi? Azərbaycan fraksiyası sülhə tərəfdar çıxırdı. İndi deyirsiniz ki, hansı sülhə? Mən də deyərəm ki, həmin dövrdə axı dünya müharibəsi gedirdi. Bu Azərbaycan fraksiyası sülhə tərəfdar çıxırdı Seymdə. Bunu bildik. Bir də Azərbaycanlıların əsas mübarizəsində məqsədləri nə olur? Muxtariyyət. Demək, sülhə tərəfdar çıxırdı Seym. İkinci məsələ budur ki, Seym Azərbaycan fraksiyası muxtariyyət tələb eləyirdi. Muxtariyyət tələbi var idi. Təbii ki, Azərbaycanın müsəlmanlara muxtariyyət verilsədir, Rusiya necə ölkə olacaqdı? Federasiya. Demək, həm də bu federasiya tələb eləyirdi. Demək, Azərbaycanın 44 deputatının Seymdə əsas mübarizə məqsədləri bunlar olub. Əsas tələblər, əsas fikirlər bunlar olub. Bunu bildik. Demək olar, Cənubi Qafqaz Seymi yarandı, fəaliyyətə başladı. Həmin bu Seymin fəaliyyət dövründə Rusiya bir dəfəlik dünya müharibəsindən çıxdı, gözlənilmədən. Heç müttəfiqləri bunu gözləmirdilər. Demək, nə baxsın? 1918-ci ilin 3 martında belə bir dənə müqavilə imzalanır. Brest-Litovsk müqaviləsi. Həmin müqaviləni Çar Rusiyası müttəfiqlərlə imzalayır. İndi burada mən müttəfiq yazıram, amma ümumi tarix dərsində biz buna ətraflı öyrənəcəyik. Müttəfiqlər kimlər idi? Almanya idi, Avstriya, Macaristan idi, Osmanlı idi, Bolqarıstan idi. Rusiya Anton tərəfdəydi, yəni İngiltərənin Fransanın yanındaydı. Rusiya İngiltərə Fransanı tərk qoyub separat müqavilənin müharibədən çıxır. Aydındır? Və bu müqavilənin Qafqazla bağlı bir dənə şərti var idi. Cənubi Qafqazla bağlı. Brest-Litovsk müqaviləsinin Qafqazla bağlı şərti bu idi ki, Qars, Batum, Osmanlıya verilsin. Bir də Erdoğan demək Osmanlıya verilməli idi. Osmanlıya verilsin. Bu şərti eşidən Cənubi Qafqaz Seymi bu şərtə etiraz edir. Şərtə etiraz edir. Və Qars, Erdoğan, Batumun Osmanlıya verilməsi şərtini müzakirə eləmək üçün Seymlə Osmanlı dövləti konferans keçirirlər. Həmin konferansın adı budur. Trabzon konferansı. Trabzon konferansı. Şuna, Trabzon konferansı 1918 14 Mart elə deyə 14 Aprel tarixlərində fəaliyyət göstərir. Bir ay. Trabzon konferansında Seymin tərkibində olan fraksiyalar arasında ixtilaf düşür. Necə ixtilaf düşür? Seymin Azərbaycan fraksiyası deyirdi ki, eybi yoxdur. Erdoğanla Qarsı verək, amma Batum Qafqazda qalsın. Batum verilməsin, qalsın. Seymin Gürcü fraksiyası deyirdi ki, Azərbaycanlılarla razıyam. Amma Batumdan başqa Erdoğan da Qafqazda qalsın. Demək, Gürcülər həm Batumu, həm də Erdoğan istəyirlər. Seymdə olan erməni fraksiyası isə deyirdi ki, Batum da lazım deyil, Erdoğan da lazım deyil. Qafqazda Qars qalsın. Çünki bunlar Qarsı gələcəkdə öz yaradacaq dövlətlərini paytaxt eləmək istəyirlər. Sual düşür ki, Azərbaycan fraksiyası niyə Batumun qalmasını istəyirdi Qafqazda? Cavab, çünki Batum Azərbaycan neftinin daşınması üçün çox önəmli bir dənə liman idi. Bu liman olmasaydı Azərbaycan neftini Avropaya çıxarmaq mümkün olmayacaqdı, satmaq olmayacaqdı. Bizim üçün bu limanın, bu ərazinin əhəmiyyəti bundan ibarət edir deyə biz Batumu istəyirdik. Gürcülər həm Batumu, həm Erdoğanı istəyirdilər. Ermənisi Qarsın qalmasını istəyirlər. Trabzon konferansında Osmanlı görür ki, Seymin tərkibində ixtilaf var, hərə bir dənə söz deyir, hərə bir dənə fikir irəli sürür. Osmanlı qəzəblənir və Seymin qarşısında Osmanlı 2 dənə şərt qoyur, 2 dənə tələb qoyur. Osmanlının 2 tələbi nə idi? Bir tələb buydu ki, ərazilər boşaldılsın. Yəni hansı ərazilər? Qars, Erdoğan. İkinci tələb buydu ki, Qafqaz, yəni Cənubi Qafqaz müstəqil olsun.
Seymin Osmanlı müçəltə hansı ərazilər? Qars, Zəhərdan. İkinci tələb buydu ki, Qafqaz, yəni Cənubi Qafqaz müstəqil olsun. Seymin Osmanlı müçəltə tələbindən sonra Azərbaycan fraksiyası kənara qalır və bir tərəf mövqe tutur, neytral mövqe tutur. Gürcülərlə ermənilər isə bu tələblərə rədd cavabı verirlər və Osmanlıya müharibə elan edirlər. Seymin Gürcü və erməni fraksiyaları ilə Osmanlı arasında və Gürcü və ermənilər Osmanlı arasında müharibə olur. Nə vaxt olur bu müharibə? Tarixi yazıram sizə. 1918 15 aprel 22 aprel. Yəni bir həftə təqribən. Həmin müharibədə Osmanlı qalib gəlir. Seymin Gürcü və erməni fraksiyası isə məğlub olur. Osmanlının qələbəsi Gürcü və ermənilərin məğlubiyyətinə bitirir. Osmanlı qalib gələndən sonra Osmanlı müctəhid şərti qayda ikisi də yerinə yetirilir. Seym tərəfindən ərazilər boşaldılır. Bir də Qafqaz müstəqil elan edilir. Və 22 aprel tarixində Qafqazda belə bir dənə müstəqil dövlət yaradılır. Cənubi Qafqaz Federativ Demokratik Respublikası. CGFDR 22 apreldə. Bu CGFDR-nin hakimiyyət dövrü, mövcudluq dövrü 22 apreldə mövcud olacaq 26 maya qədər. 34 günlük bunun ömrü var. Ən qısa müddətli respublikadır bu. 34 gün. Aydındır. İndi Osmanlı bu qələbədən sonra yenə an seçmir Seymdən. Deyir ki, siz mənlə bir həftə müharibə aparmışsınız, mənə ziyan vurmuşsunuz, mənə əlavə ərazilər verməlisiniz, mənim ziyanımı ödənməlisiniz. Həmin bu tələblərə Osmanlı har deyir. Demək, 11 may 1918-ci ildə Osmanlı tələbi ilə bir yeni konferans çağırılır. Batum konferansı. Tez-tez suala düşür, bu konferansı Osmanlı çağırmada məqsədi nə idi? Cavab, Seymdən yeni ərazilər tələb eləmək. Nə üçün yeni ərazilər tələb eləmək? Çünki axı 7 günlük müharibədə ziyan dəymişdi buna. O ziyanı tələfi eləmək üçün. Batum konferansında iştirak edirdi Seym, yəni Cənubi Qafqaz Seymi, bir də Osmanlı. Gözlənilmədən Batum konferansının işinə Avropa dövləti olan Almanya müdaxilə edir. Müdaxilə. Özdə Almanya tək başına müdaxilə eləmir. Almanya Batum konferansı işinə Gürcülərin əli ilə müdaxilə edir. Gürcülərin əli ilə müdaxilə edir. Yəni Gürcüstana tırqa verir, Gürcüstanı təhrik edir və öz fikirlərini Gürcülərin əli ilə, Gürcülərin demək işləri ilə öz fikirlərini həmin konferansda yürütməyə başlayır. Niyə Almanya? Axı Almaniyanın Osmanlı müttəfiqi idilər dünya müharibəsində. Niyə Almanya Osmanlı işinə müdaxilə edir? Çünki Almanya bunlar müttəfiq olsaydı dünya müharibəsində Almanya Osmanlının Qafqazla möhkəmlənməsini istəmirdi. Ona görə əgər Batum konferansı Osmanlının istədiyi kimi bitsəydi, bu konferansın nəticələrində Osmanlı Qafqazda möhkəmlənəcəkdi. Almanya bunu istəmirdi. Nə olsun ki, müttəfiq edib Osmanlı möhkəmlənməsini istəmirdi. Ona görə Almaniyanın təkidi ilə Gürcülər, Gürcüstan 26 mayda Seymi tərk edir. Gürcüstanın Seymi tərk eləməsi ilə Seym dağılır, yəni Cənubi Qafqaz Seymi sübut edir. Seymin yaratdığı hansı türət var idi? CGFDR. Bu da sübut edir. Və Qafqazda artıq 3 dənə müstəqil dövlətin yaranmasına şərait meydana gəlir. Seym də dağılır, Cənubi Qafqaz Respublikası dağılır. Hə, bu süqutdan sonra Azərbaycanın 44 deputat bir gün sonra 27 mayda Tiflis şəhərində toplanırlar və belə bir dənə orqan yaradırlar. Milli Şura. Rəhbər təyin edirlər bura Məmməd Əmin Rəsulzadəni. Rəhbər təyin edirlər. Həmin bu Milli Şura yenə bir gün sonra 28 mayda belə bir dənə bəyannamə qəbul edir. İstiqlaliyyət bəyannaməsi. Bu bəyannamənin qəbul edilməsi ilə Azərbaycanın istiqlaliyyəti, müstəqilliyi elan edilir və bizim tanıdığımız bu dövlət
AXC rəsmən yaranır. Yəni Azərbaycan Xalq Cumhuriyyəti. Nəsə qalar? AXC bu cür yaranır. 28 may 1918-ci ildə. Harada yaranır? Tiflisdə. AXC yaranması Tiflisdə elan edilir. Hansı hadisə ilə yaranması? Hansı orqan yaradır? Milli Şura. Rəhbər kim idi? Rəsulzadə. Aydındır. Milli Şura yaranması 27 maydır. AXC yaranması 28 may. AXC rəsmən yarandı və fəaliyyətə başladı. Şöyle Azərbaycan Xalq Cumhuriyyəti AXC. Buna Azərbaycan Demokratik Respublikası da deyirlər. Xalq Cumhuriyyət, Cumhuriyyət Respublikası, Demokratik Respublika olmuşlar bu. Azərbaycan Xalq Cumhuriyyəti 1918-28 may tarixindən 1920-28 aprel tarixinə kimi fəaliyyət göstərir. 23 ay. 23 ay. Bir ayda yaşasaydı 2 il olacaqdı rəsmən. Hə, demək olar, yeni yaranmış AXC-nin hər bir yaranan ötən qanun verici və icra edici orqanları olur, düzdürmü? Şöyle, AXC-nin ilk qanun verici orqanı Milli Şura idi. Rəhbər kim idi? AXC-nin icra edici orqanı isə ilk icra edici orqan birinci hökumət oldu. Şöyle, AXC-də 5 tane hökumət olub. 5 hökumət. Hər bir, nədir nazirlər? Hökumət nazirlər şurası deməkdir də. Hökumət demək, nazirlər şurası demək. Aydınmı? AXC-nin bütün hökumətlərin əsas funksiyası nə olub? İcra edicilik. Bir dənə istisna var. Bir dənə ikinci hökumət həm icra edici olub, həm də qanuncu. İkinci hökumət dövründə Milli Şura ləğv olunmuşdu deyə, ikinci hökumət həm icra edici, həm də qanun verici oldu. Yadda qalar. Birinci hökumət hələ yarandı. AXC-nin elan edildi Tiflis şəhərində. Birinci hökumətin rəhbəri Fətəli xan Xoyski idi. Hökumətin rəhbəri baş nazirdir. Əgər hökumətin rəhbəri kimsə o baş nazirdir. Hökumət ilki dövründən desək nazirlər kabinetidir. Nazirlər kabinetinin də başçısı kim olur? Baş nazir. Yəni AXC-dəki nazirlər kabineti necə adlanır? Hökumət. Hökumətin başçısı olan Xoyski kimdir? Baş nazir. Aydındır. Hökumətin rəhbəri Xoyski yarandığı şəhər Tiflis şəhəri. Birinci hökumət fəaliyyət göstərir 1918-in 28 mayından 17 iyununa kimi. Neçə gün? Təqribən 19-20 gün. 20 gün fəaliyyət göstərir. Bu hökumət Tiflisdə yaranıb, amma hökumətin süqutu Gəncədə olacaq. Yəni dağılması, yenisi ikinci hökumətin yaranması, yenisi əvəz olunması Gəncədə olacaq. Yəni hansı hökumət AXC-nin Tiflisdə yaranıb, Gəncədə dağılıb desə, birinci hökumət. Aydındır? Yadda qalar. Şolar, baxın bura. AXC artıq yaranıb. AXC-yə tabi olmayan, AXC-nin tabi etmək istədiyi yeganə ən böyük məqsədi olduğu ərazi Bakı idi. Axı biz keçdik bayaqlar dedik ki, Bakı həm komissarlığa tabi olmadı, həm Seymə tabi olmadı. AXC yarandı, Bakı AXC-yə də tabi olmadı. Çünki Bakıdan hansı orqan idarə edirdi? Bakı Soveti idarə edirdi. Şöyle, Bakı Soveti rəhbəri kim idi? Stepan Şamyan. Bakı Soveti neynədir? Mart soyqırımından sonra hansı tədbirlər gördü? O şəhər duması var idi, qalırdı ya. Şəhər duması ləğv olundu, birinci tədbir. 20 apreldə. 20 aprel tarixində. Sonra Bakıda bütün müsəlman milli şuralar ləğv olundu. Bir də Erməni şurası qaldı. Bakıda olan bütün müsəlman partiyalar ləğv olundu. Bir də Erməni partiyası qaldı. Və nəhayət Bakı Soveti 25 apreldə öz adını dəyişdirdi və belə adlandı. Bakı Xalq Komissarları Soveti. XKS, Bakı XKS. 25 apreldən. Bakı XKS 25 apreldən 31 iyula kimi Bakı. Hep adını dəyişdirdi də. Əvvəl Bakı Fəhlə Deputatları Soveti adlandı. Bakı Soveti adlanırdı. Artıq 25 apreldən Bakı Xalq Komissarları Soveti adlandırıldı. Xalq Komissarları Soveti 25 apreldən 31 iyula kimi fəaliyyət göstərəcək.
31 iyulda bu ləğv olunacaq. Ondan sonra başqa bir dənə sentrokastik diktaturası yaranacaq. 15 sentyabr'a qədər Bakı düşmənin işğal altındadır. 15 sentyabr'da Osmanlı yardımı ilə Azərbaycan ordusu Bakını düşmənlərdən xilas edib. 2 gündən sonra 17 sentyabr'da AXC-nin paytaxtını Bakıya köçürəcəklər. Nədən olar? Aydın oldu. Hə. Bakı XKS Bakıda öz hakimiyyətin möhkəmləndirilməsi tədbirləri görüb. O tədbirlərdə özünüz baxacaqsınız. Çünki artıq zəngdir və mən daha çox danışa bilmirəm. Aydındır. Dərsimiz sizə buraya.